aiddir və sənədi. Hə, BMP Paint proqramına aid, o da qrafiki fayldır. Yəni rastra aiddir. Birinci sual getdi. İkinci sual. Yeni slayd əlavə etmək üçün nəzərdə tutulan tablar hansılardır? Biz əgər, misal üçün, yeni bir slayd vərəqə əlavə eləmək istəyiriksə, yeni slayd vərəqə atmaq üçün biz belə eləyə bilərik. Baxın, yeni slayd əlavə etmək. Biri var, yeni slayd səhifəsi tutmaq, yeni təqdimat yaratmaq, bu başqa, bu fayl menusundandır. Fayldan, new'dan, baxın. Məsələn, PowerPoint-dən söhbət gedir. Məsələn, PowerPoint proqramına girsəm, bir dəqiqə. Burada, misal üçün, fayldan, new'dan biz yeni bir təqdimat tuta bilərik. Yox, əgər bizə deyirsə ki, yeni slayd vərəqə atmaq, yeni slayd təqdimat yaratmaq, bu home menusundan mümkündür, insert menusundan mümkündür və yaxud da ki, klaviaturadan Ctrl-la M düyməsini vurmaqla mümkündür. Bu qayda olaraq belədir. Yəni ikincidə gələcək hansı variant? A variant, insert. Transition slide-la keçid, animasiya obyektlərə, dizayn, arxa fon. İndi bunlarla bağlı keçəcək daha həyəcanlandırıcı, nə bilim, 4 cür exit var, giriş var, çıxış var. Onları biləcək. Üçüncü sual deyir, 12 xanadan ibarət olan diapazonu tapın Excel-də. Sonra xana sayını tapmaq üçün nə edəcəyik? Biz birinci sətri tapacağıq, sonra sütunu tapacağıq, onları bir-birinə vuracaq. Gəlin birinci baxaq, tutaq ki, bura. Görək burada neçə dənə xana var. Bax, birinci növbədə qubranı yaxınlaşdırıram. Bir az uzaqlaşdırım. Aha, bax, burada neçə dənə xana var, onu tapmaq istəyirəmsə, bax 6-dır, bu 2-dir. Altdan 2-ni çıxıram, birinci sətri tapaq, sətir, sonra sütunu tapaq, sonra bunları bir-birini toplayaq. Bax, 2 dənə buradadır, 6 dənə buradadır. Altdan 2-ni çıxıram, 4, burada da bir dənə 5. 5 dənə sətri var. Bəs neçə dənə sütunu var? A, B, 2 dənə sütunu var. Burada neçə dənə xana oldu? 10 dənə. 2 dənə sətri, 5 dənə sətri, 2 dənə sütunu oldu. Demək 10 dənə xana burada. B variantı getdi. Gəlirəm bura baxıram. Məsəl üçün C2, Y5. 5-dən 2-ni çıxıram, 3 eləyir. 3-ün üstə 1 gəlirəm, nə qədər eləyir? 4 dənə. Yəni sətri tapanda sondan əvvəli çıxırsınız, üstünə 1 gəlirsiniz. 5-dən 2-ni çıxıram, 3, bir dənə üstə gəlirəm, 4. C-dən Y-yə qədər neçə dənə sütun var? Bax, C-dir, D-dir, Y-dir. Bax görə, hə, 3 dənədir. Üstün sayda, üstün sayda olacaq 3 dənə. 4 3-ə vuranda 12 dənə xana eləyəcək. Variant olacaq A variantı. Excel-də misal üçün biz desələr ki, misal üçün ən sonuncu sütun hansıdır? XFD-dir. XFD. Yəni desə ki, bu hansı Excel-də misal üçün mümkün deyil. Baxın, Excel proqramına girsəm, baxın, Excel proqramına girsəm, gəlirəm Excel-ə girirəm. Bir dəqiqə. Misal üçün Excel-də mənə desə ki, ən sonuncu sütun hansıdır? Misal üçün XFP deyilən bir xana növü mövcuddurmu? Gəlin baxaq. Ən sonuncu hansıdır? XFD-dir. XFD-dən sonra XFY zad gələ bilməz. Yəni ən sonuncu sütun XFD-dir. Qayda olaraq buradadır. Gəlirəm başqa nəyə? Suala baxıram. Gəlirəm buradakı suallara. Bir dənə buranı təmizləyək. All orders. Deyir, makroslar nə üçün istifadə olunur? Uşaqlar, makroslar Access-də də var, həm Excel-də də var, hamısında var. Makros dediyimiz bir şey, həm hamısında var. Bir dəqiqə, buranı bir dənə yaxınlaşdırım. Getdi axı. Bir dəqiqə. Hə. Deyir, makroslar nə üçün istifadə olunur? Uşaqlar, makroslar tək Access-də deyil də, Excel-də də var, yəni Word-də də var, hamısında var. Bax, misal üçün desələr, makroslar hansı menyuda yerləşir? Gəlin baxaq görək. Bax, View menüsündə nə yerləşir? Makros yerləşir. Review-də görək makros var? Yox. Yəni bizdən Home-da, misal üçün Excel proqramında soruşa bilər ki, makros harda yerləşir? View menüsündə makros var. Makros odur ki, sizə misal üçün bir dənə düyməyə sığışdırırsınız bütün əməliyyatları. Hamısı tez-tez təkrarlanan əməliyyatları bir dənə düymədə qruplaşdırmaq üçün. Yəni tutaq ki, mən hər dəfə eyni işi görmək istəmirəm. İstəyirəm bunun üstə vuranda 4 dənə görəcəyim əməliyyatı yerinə yetirsin. Yəni B variantı. Burada hər bir açılan alt qovluğun öz pəncərəsi açılması üçün hansı əmr aktiv edilməlidir? Bu sual burada düzdür, yaxşı görsənmir, amma bu sualı daha çox biz tərcümə ilə tapa bilərik. Baxın, yazılıb open each folder in this open window. Yəni bunun ingiliscəsindən Azərbaycanca tərcümə eləsəz, görəsiniz ki, hər pəncərə folder, open yəni özü deməkdir. Öz pəncərəsində aktiv olunsun. Yəni burada ikinci variant. Each folder the same.
Öz pəncərəsi ovundur, same eyni pəncərədir. Same sözü eynidir. Öz sözü varsa ovun sözündən götürəsiniz. Yəni, burada ikinci variant uyğun gələcək. Bax, bir dəfə klik eləyəndə açılsın sənə, yoxsa iki dəfə klik eləyəndə açılsın, onları təyin edin. Bax, bunlar hamısını quick access-də göstərsin, yoxsa göstərməsin. Bunları hamısını yenə deyirəm. Bax, bunların üstə nömrələri tərcümə eləməklə variantlarınızı tapa bilərsiniz. Qayda olaraq budur. Gəlirəm ki, olar buradan 6-cı suala. Yazıb ki, uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin deyəndə arrange length qrupu var, paragraf var, show length qrupu var. Bu hansı proqram deyir? Word proqram deyir. Gəlin Word-ə girək, bunların hamısının mənasını baxaq. Bax, birinci position falan filan görək bunlar harda yerləşir. Gəlin bunlara baxaq. Birinci görək position, wrap text bunlar hansı menüdə yerləşir. Girdim Word-ə. Baş olar harda yerləşir? Arrange length qrupuna hansı position, wrap text, bring forward, send to back və selection pane, align. Bunlar hamısı harda yerləşir? Arrange-də. Demək, arrange length qrupu. Length tabı başqa şeydir, length qrupu başqa şeydir. Length tabı budur. Bax, layout length tabı, nə bilim, design length tabı. Amma length qrupu deyəndə burada aşağıdaşlar oxunur. Bax, paragraf, page setup. Burada hansıdır? Bura gələcək, arrange-ə gələcək, birinciyə gələcək A variantı. Biri A gələn variant görə hansıdadır? Bir dənə A ilə C ilə Y arasında qalıram. C ilə yarasını. Sonra gəlirəm, baxıram. Burada misal üçün mənə paragraf length qrupu lazımdır. Gəlin baxaq görək. Burada paragraf hansılar yerləşir? Bu indent, left, right, before, after, hamısı leftdə. Paragraf length qrupunda yerləşəndə ikinciyə gələcək C variantı. 1-ə A, 2-yə C. 3-ə də nə qaldı? D variantı. Ruler. Show length qrupunda da nə yerləşir? Ruler. Xəttkeşin yerləşməsi də baxın. View menüsündə show length qrupunda rulerini bizə nə edir? Avtomatik göstərmiş olur. Bir də şualar, belə bir şey var. Hansı görüntü rejimlərində xəttkeş görsənmir və yaxud da ki, görsənir? Bax, belə bir sual düşür. Axırı t ilə qurtarmayan bütün şeylərdə görsənmir. T ilə qurtaranlar da görsənir. Bax, print layoutdan web layoutda xəttkeş görsənəcək. Amma read modda, outline-da neynəməyəcək? Görsətməyəcək xəttkeşi. Yəni, hansı t ilə qurtarmırsa, deməli, arxa xəttkeş o menyuda görsətmir. Yəni, bax, belə bir tərcüməsində yadınızda saxlaya bilərsiniz. Yazıb MS Word-də 30 səhifəyə malik sənəd çapa verilmişdir. Çap ən önəmli, yenə deyirəm, mövzulardan biridir. Yəni hər il ən azı bir dövlət qulluqda, qəbula da bir dənə sual düşür. Baxıram ki, ya burada nə yazılıb? 30 səhifəlik sənəddir. Burada əsasən nəyə fikir verəsiniz? Birinci axırda bura baxırsınız. Bura baxırsınız. Bax, burada sizə 2 dənə şey verə bilər. Od verə bilər və event verə bilər. Od təkdir, event cütdür. Müəllimətə yadımda saxlayayım. Od təkdir, 3 hərflidir, 3 rəqəmi təkdir. Event 4 hərflidir. 4 rəqəmi cütdür. Yəni biz onda 30-un neçə dənəsi təkdir, neçə dənəsi cütdür. İndi bir tək rəqəm versəydik biraz daha maraqlı olardı. İndi cüt rəqəm veririk deyə 15 dənə təkdə 15 dənə cütdür. Biz bunu 2-yə bölürük, çünki event cüt səhifələr lazımdır. Gəlirəm 15-də. Bura baxıram ki, one site demir, boş site deyir. Boş site deyirsə yenə bunu 2-yə bölürəm. Sonra baxıram ki, burada 7,5, yəni təxmini bir neçə vərəq? 8 vərəq deyək də. Düzdürmü? Sonra baxıram ki, 8 vərəq burada. Sonra baxaq. Sonra görürəm ki, 8 də burada neçə yerə bölüb. Bax, avtomatik neçə yerə böləcək? 2 yerə. Burada nə qədər eləyəcək? 4 vərəq. 4 də 5-ə vuracam. Bax, yenə burada 2 page per sheet. Birinci bax bura baxsız. Sonra bura baxsız. Sonra gəlib bura baxsız. Sonda buna vurursunuz. Bax, həmişə qayda budur. Burada even verir, odd verir və yaxud da ki, old slides verə bilər. Yəni, bütün hamısı çıxılsın. Even verəndə 2-yə bölürsünüz, odd verəndə tək rəqəmdir. Təkləri, yəni 30 səhifənin neçəsi təkdir, neçəsi cütdə onu tapmalısınız. Even veribsə 2-yə böldüm, burada 15 səhifə aldım. 15-i böləcəm 2-yə, 7, 10 da 5, 8. 8 də böləcəm 2-yə, 4 vərəq burada. 4 də 5-ə vuranda neçə dənə səhifə çıxacaq çapdan? 20 dənə səhifə çap olunmuş olacaq. Yəni C variantı. 7-də cavab olacaq C variantı. Baxıram sonra bu biri suallara. 2 dəqiqə gözləyin. Viewland tabında bizə deyir ki, baxaq görək Viewland tabında window lent qrupunda hansı əmrlər vasitəsilə mümkündür. Lent qrupu daxil olmaqla düymə və əmrlər vasitəsilə icrası mümkündür. Viewland tabının window lent qrupu daxil olan düymələr. Misal üçün baxıram ki, Viewland tabının window. Bax, burada nələr var? Bax, freeze var, dondurmaq. Hansısa bir sətri, hansısa bir sütunu dondura bilərsiniz. Gələk baxaq görək. Məsələn, işçi vərəqini gizlətmək, göstərmək. Baxaq görə Windows-da bu var, bəli var. Hide, gizlətmək. Demək, ikinciyə nə gələ bilər? 3 var. İşçi vərəqini yaddaşda saxlamaq. Burada save sözü görürsünüz. Mən görmürəm. Görürsünüz, bu yoxdur. 4 çıxıram. 4-ü çıxanda A getdi, B getdi, D getdi, B getdi, Y getdi.
Qalıram A ilə C arasında. Demək, işçi kitabını gizlətmək, göstərmək. Bax, burada var. Haydı vuranda neyinir? Bunu gizlədəcək. Burada işçi vərəqin tor xətlərini gizlətmək, göstərmək, 6 yox. Yəni biz A ilə C-nin arasında qalmışıq. Bir düzdür. Demək, işçi cədvəlin birinci sətrini dondurmaq. Bəli, bu düzdür. Şöyle cavab olacaq 1, 2, 5. İşçi vərəqini gizlətmək yox. İşçi kitabını gizlətmək. Baxın. Mən burada haydı vuranda işçi kitabı gizlənir. İşçi vərəqini gizlətmək burada deyil. İşçi vərəqini gizlətmək ya sağ düymə kontekst menüsündə hide sheet var. Amma misal üçün mən bu işi gizlətmək istəyirəmsə, sağ düymədə hide vurub gizlədə bilərəm. Və yaxud da ki, home menüsündə formatda da var hide. Belə gizlədə bilərəm. Hide misal üçün sheet və unhide sheet və belə bir şeylərini gizlədib aça bilərsiniz. Amma view menüsündə gördüyünüz bu hide, bu işçi kitabını gizlədir. Ona görə cavab olacaq pəncərələri müxtəlif ölçü bir neçə sahəyə ayırmaq. Bəli, bu da var. Split ilə bölə bilərsiniz. Yəni split sözü bölmək deməkdir. 1 demək, 2 cədvəlin birinci sətrini dondurmaq, freeze eləmək. Freeze dondurmaqdır. Baxın, freeze panes, freeze top row, freeze first column. Sonra burada da gələcək 1, 2, 5 C variantı. Mübadilə buferində mətni neçə dəfə istifadə etmək olar? Mübadilə buferində mətni istənilən qədər istifadə etmək olar. Yəni mən istədiyim qədər misal üçün mübadilə buferinə məlumatı götürüb yapışdıra bilərəm. Amma Word-də misal üçün mübadilə buferinə maksimum neçə element yerləşir sualı da düşə bilərdi. 24 dənə element misal üçün Word-də mübadilə buferinə yerləşir. 24 dənə element. Office proqramlarında 24. 24. 24 dənə düymə Office proqramlarında mübadilə buferinə yerləşə bilər. Amma Windows-un özünün lent şey var. Misal üçün mübadilə buferi var. O Windows V düyməsinə giriləndi. Ona maksimum 25 dənə yerləşir. Yəni Office proqramlarından fərqli olaraq Windows-da 25-dir. Office proqramların hamısında 24 dənə mübadilə buferinə element yerləşə bilər. Mübadilə buferi. İşte qayda olaraq budur. Gəlirəm 10 suala. Alqoritm yerinə yetirilməsi əsası S-in qiymətini tap. Asandır. Bax, 128 bölünsün 2. Nə qədər eləyir? Baxıram ki, 64. 64 böyükdür 30-dan. Hə, onda bir dəfə də qayıdıram. S-in nəticəsi 64 böyükdür 32-dən. Bəli, bir də qayıdıram. Gəlin burada yazım mən. Misal üçün 64-dür. 64 30-dan böyükdür. Bəli, bir də qayıdıram. 64 bir dəfə oldu buranın qiyməti. Gəldim bura qayıtdım. 32. 32 böyükdür 30-dan. Bəli, bir də qayıdıram. S-in qiyməti 16 olur. S-in qiyməti 16 olanda baxıram ki, yox, nəticəsini aldım. Onda qiymət neçə soruşur bizdən alına bilər. Baxaq görə cavabda 16 cavabını B variantında görürəm. Neçə dəfə getdi? 1, 2, 3 dəfə. Dövr təkrarlandı. Sənədə şərh əlavə eləmək üçün hardan istifadə olunur? Word-də. İstəyir Word-də, istəyir Excel-də, istəyir PowerPoint-də, hamısında şərh əlavə eləmək, yəni kommentariya vermək istəyirsinizsə, siz review menüsündən baxın. Burada nə var? New comment deyilən bir bölmə var. Gəlin görək Word-də də ordadırmı? Bəli. Word-də də review menüsündə nədir? Bax, comment sözü, burada new comment sözü görsənir. Comment elə lent qrup, lent qrupunda. Lent tabı, lent qrupu. Gəlirəm şola başqa nəyə? 12-ci suala. Məsələn, bizə deyir ki, Mac ünvan ola bilməz. Mac ünvanlar 6 dənəli hissədən ibarət olur, yadınızda qalsın. IP ünvanlar 4 dənə olur, 4 olur. IP-lərdə misal üçün burada 255-dən yuxarı rəqəm yazıla bilməz. Yəni IP ünvanda məsəl üçün bura 256 yazılsa səhvdir. IP-dən söhbət gedir. Amma Mac ünvanda 6 dənə olur və 16-lıq say sisteminin ədədlərinə uyğun olur. 6 dənə olmalıdır. Burada neçə dənədir? 1, 2, 3, 4 dənədir. Birinci səhvdir. Baxaq görək burada neçədir? 1, 2, 3, 4, 5, 6. Bu ola bilər. Və 16-lıq say sisteminə uyğun rəqəmlər var. 16-lıq say sistemində də 10 nə idi? 10 A idi, 11 B idi, 12 C idi, 13 D idi, 14 Y idi, 15 F idi. Düzdür? Yəni bu rəqəmlərdən fərqli rəqəmlər, yəni hərflər anlanmaz. Deməli 2 düzdür. Hə, bizə səhvləri istəyir. 1 səhvdir. Yəni 2 məqbul ola bilər. Yəni bu deməkdir. Q hərfi yoxdur. Bax, A, B, C, D, E, F, Q hərfi yoxdur. Deməli, 3 də səhvdir. Yəni, 3-ü də biz səhv variantlarının içində 1, 3. Bura baxıram. Burada neçə dənədir? 1, 2, 3, 4, 5 dənədir. 5 dənə ola bilməz. Gərək 6 dənə olsun. Bu da səhvdir. Yəni, 4-ə götürəcək. 1, 3, 4. Elə variant çıxdı. A variantı. IP ünvanda yenə deyirəm 4 dənə hissədən ibarət olur. Mac ünvan ümumi olaraq yaddaşda 48 bit yer tutur. Amma IP ünvan yaddaşda 32 bit yer tutur. 32 bit yer tutur o deməkdir ki, yəni burada hər bir element, yəni 4-4 bölünür. Hər birinə misal üçün bax, bura misal üçün IP ünvanda belədir. Misal üçün siz bura götürüb 258 yaza bilmərsiniz.
Çünki mən demişəm ki, 255-ə qədər ola bilər. Yəni burada 4 dənəlik olmalıdır və ədədlər 0-dan 255 arasında dəyişə bilər. Yəni burada hərflər zad olmaz da, A hərfi zad yox. Bax belə. 13-cü sualın həlli bu qaydadır. Gəlirəm uşaqlar 13-cü suala. Deyir, hansı elektron təqdimat faylıdır? Uşaqlar, elektron təqdimat faylıdır. Gəlin bir dəqiqə baxaq. Biz təqdimat faylları deyəndə hansı Movie Maker proqramı var. Nə bilim, adi bir primitiv bizim RTFX nədir? Belə bir şey yoxdur. MDBX belə bir şey. Məsələn, MDB bu şeyə aiddir. Nədir onun adı? Verilənlər bazasına. RTF bayaq dediyim ki, nəyə aiddir? WordPad-ə. Notepad TXT-dir. Notepad TXT-dir. Amma WordPad RTF-dir. WordPad RTF-dir. Yəni mətn faylları da bunlar. Baxıram ki, təqdimat var. Docx mətn faylıdır. XLSX-də cədvələ aiddir. Yəni Excel-ə aiddir. D də səhvdir. Deməli variant olacaq nə variantı? A variantı. Yəni qayda olaraq bunlar. Gəlirəm bura. 14-cü sual. 14-cü sualda görə bizə nə deyir? Bu yaddaş ünvanı, belə bir fayl ünvanı mövcuddur. Biz bunların içərisindən, deyir, bir dəqiqə qələm mən götürüm. Aha. Deyir ki, qardaş, bax budur. Ünvan yaranması prosesi hansı ardıcılıqla davam eləməlidir? Gəlin baxaq. 14-cü sual. Birinci D cari diskini mən nə etməliyəm? Açmalıyam. 14-cü sualda 1-ə nə gəlməlidir? 5 gəlməlidir. D diskinə girməliyəm. Sonra nə etməliyəm? Gəlirəm baxıram ki, Tom adlı bax ardıcılıq nədir? D diski, Tavern Street, Home textdir. Tom qovluğunu açmalıyam. Sonra Street qovluğunda yaradıb qovluğa daxil olmalıyam. Yoxsa yox. Bir dəqiqə. D diskini cari disk eləməliyəm. Bu 5 düzdür. Tovun qovluğunu yaratmalıyam. Yaradılış qovluğa daxil olmalıyam. Təbii ki. Yəni Tovun qovluğunu yaratdım. Mən onun içinə girməsəm yenə D diskindəyəm də. Deyir Tovun qovluğunun içində bir dənə street yaradım. Yəni 3. Tom qovluğuna daxil oldum. Hə. Sonra onun içində bir dənə street qovluq yaradıb. Sonra home.txt. TXT dedim nədir? Notepad aiddir. Mətn proqramıdır. Deməli olacaq burada 5, 2, 4, 3, 1. Gəlin baxaq bura. 1024 vuraq 5 son 2 nöqtəli qrafikli fail yaddaşda bu qədər yer tutur. Görüntünün rənglər palitrasında ən çox neçə rəng ola bilər? Uşaqlar, bu düsturu var. Yəni bütün misal üçün bu misalların həlli üçün siz bir dənə düstur bilməlisiniz. V bərabərdir. A vuraq B vuraq N düsturu deyilən bir düstur var. A vuraq B, yəni pikselləri bildirir. N də rənglərini bildirir. V də həcmdir. Bizə həcmi verib. Yəni fizikadan nətər düsturları tapırdıq yerinə qoyduq. Eyni qayda buradır. 256 kilobayt. Gəlin kilobaytı biz bitə çevirək. 2 üstü 13 kimi yazıram. 2 üstü 13. Bərabərdir yazıram. 1024-ü 2 üstü 10 kimi yazıram. 5 son 2-ni 2 üstü 9 kimi yazıram. Burada bir dənə x yazıram. Baxıram ki, bu neçədir? 2 üstü 8. Yəni 256, 2 üstü 8. 2 üstü 21 burada eləyir. 2 üstü 19 bu eləyir. X olur neçə? 2 üstü 2. Yəni x-in qiyməti 4. X 4-dür. N bizə nədir? Rəng dərinliyini bildirir. N rəng dərinliyini bildirir. Amma bizdən şey soruşmur ki, neçə bit, hər misal üçün rəng neçə bit yer tutur, onu demir. Tələbələr 4 tapan kimi gəlir, hə, başladı B variantını kuruqlamağa. Belə bir şey yoxdur axı, tələsməyin. Biz burada tapdığımız X4, yəni bu rəng dərinliyidir. N-i bildirir. Amma bizə N lazım deyil. Bizə nə lazımdır? Ümumi olaraq ən çox rəng, nə bilim, həmişə də demək olar ki, 90% 2-nin qüvvətində qaldırasınız. Bütün misallarda maksimal rəng tayı, nə bilim, nə desə, 2 üstü n üstündən tapılır. Aldığımız o 4 cavabında biz 2-nin qüvvətinə qaldıranda 2 üstü 4 olur. Cavabım olur 16. D variantı. Все. Gəlin 16-cı suala. Burada bizə nə deyir? Deyir, bax qardaş, sən misal üçün Access proqramından söhbət gedir. Yazı nəyi bildirir? Bax, yazı, kortej. Bax, bu yazıdır, kortejdir. Bax, bunlar hamısı cədvəlin sətrini bildirir. Sətr, cədvəlin sətrini. Amma misal üçün bizə desəydi ki, domen, sahə, bax, domen desəydi, sahə desəydi, bax, bunları desəydi, bu artıq bizə nəyi bildirəcəkdi? Sütunu bildirəcəkdi. Onda yazı deyirdi, bizə cədvəlin sətri lazımdır. B variantı. Deyir, hansı əməliyyat sistemi deyil? Şöyle gəlin əməliyyat sistemi olmayana baxaq. Bax, burada, misal üçün, Linux əməliyyat sistemidir. MS-DOS əməliyyat sistemidir. Əmrli əməliyyat sistemidir özü də. Əmrli.
Desə ki, hansı əmrli əməliyyat sistemidir? MS-DOS. MS-DOS-da misal üçün bir dənə də belə bir fərqlilik var. Deyim, misal üçün Windows-da faylın adında maksimum 255 dənə simvol olur. Faylın uzantısında maksimum 5 dənə simvol ola bilər. Faylın uzantısı dediyim nədir? Misal üçün tutaq ki, kitablar neçə hərfdir, neçə simvoldur? Misal üçün 8 simvoldur. Uzantısı maksimum tutaq ki, deyirəm ki, 3 dənə ola bilər. 5-ə qədər qalxa bilər. 6 ola bilməz. Amma MS-DOS-da faylın adı maksimum 8 simvoldan ibarət ola bilər. Uzantısı da maksimum 3 dənə. Yəni MS-DOS-da məsəl üçün TXT, XLSX deyilən bir şey ola bilməz. Çünki 4 hərflidir uzantısı. Yəni MS-DOS-da faylın adı 8 simvol, uzantısı 3 simvol, amma Windows-da 255 simvol, uzantısı da 5 simvoldan çox ola bilməz. Deməli A, B, C, D variantı hamısı əməliyyat sistemi. Netscape Navigator bu browser tipli bir proqramdır. Yəni tutaq Google Chrome bu tipli bir proqramdır. Y variantı. Yəni əməliyyat sistemi deyil. Tətbiqi proqramlara aid olan bir şeydir. Yəni MS-DOS da biz bilirik nədir? Bunlar hamısı nəyə aiddir? Sistem proqramlarına. Görürsüz, əməliyyat sistemi. Biri var tətbiqi proqramlar, biri var sistem proqramlar. Bu dediklərim sistem proqramı, amma bu tətbiqi proqramdır. Gəlirəm bura. Uyğunluğu müəyyən edin. Yaddaş mikrosxemləri, giriş qurğuları, portlar. Gəlin baxaq. Yaddaş mikrosxemləri deyəndə nəyə nəzərdə tutur? Misal üçün, yaddaş mikrosxemləri. Gəlin baxaq görək burada biz yaddaşa aid nə götürə bilərik. Biz bilirik ki, uşaqlar, bu yəni baxın, yaddaş mikrosxemləri. Hə. Bax, yaddaş deyəndə biz iki cür yaddaş bilirik də. Misal üçün, ə, daimi yaddaş, əməli yaddaş, RAM əməli yaddaşdır, random access memory. ROM misal üçün read only memory, oxuna bilən yaddaş. Bizə lazımdır ki, yaddaş qruplarını tapaq. RAM-dır, bir də CMOS-dur, BIOS-dur. Onları götürə bilərsiniz. Bunlar yaddaş qruplarıdır. CMOS misal üçün konfiqurasiya, kompüterdə tarix, saat, zaman, yəni bu ROM-un içərisində yerləşir. Tarix, saat, zaman fərqləri, misal üçün hamısı, misal tarixlə, saatla bağlı bir şey varsa, hamısı CMOS-la düzəldilir. Demək, biricə nə aiddir? A ilə Y aiddir. Biləcəksiniz, D var, A ilə Y. Skyner giriş qurğusudur. Bildiyimiz nədir? Periferiya giriş qurğuları, hə. Giriş qurğusudur, periferiya qurğularına aiddir. Skyner odur, B variantı. LPT portdur. PCI böləkçi portdur. LPT misal üçün paralel portdur. Özünə birləşdirir. Bax, paralel portdur. 25 kontaktlı port deyirlər. Özünə birləşdirir printerlə skayneri. Printerlə skayneri. PCI böləkçi misal üçün özünə birləşdirir mouse-dan klaviatura. Mouse-dan klaviatura. Onların fərqi budur. A, RAM, Skyner. Bunlar dedik, cavab oldu D variantı. Doğru olmayan mülahizəni seçin. Misal üçün biz baxırıq ki, görək nə var. Kompüter söndürücüdə əməli yaddaşdakı informasiya saxlanılır. Elə birinci sualdan səhvdir. Çünki RAM enerjidən asılı yaddaşdır. Yəni ROM enerjidən asılı deyil, çünki ROM kompüter zavod buraxanda içində gəlir. Amma RAM enerjidən asılıdır. Bax, telefonunuzu söndürəndə girdiyiniz faylların hamısı çıxır. Bu RAM-dır. Yəni telefonda RAM var. Ona görə A variantı deyir saxlanılır. Bizə biz nə bilməliyik? Saxlanılmır. A variantı ilə düzgün cavab kimi götürəcəyik. Burada registr yaddaş emal olunur. Yəni prosesor içindəki və ən sürətli yaddaş registr yaddaşdır. Yadınızda qalsın. BIOS input-output sistem, yəni giriş-çıxış sistemidir. B variantda düzdür. Kompüter strukturu tərkib hissələri və onlar arası əlaqələr ifadə edir, düzdür. Keş yaddaş prosesin işləmə sürətini artırır. Bəli. Keş yaddaş RAM-la prosesor arasında işləyir. Yəni onlar arasında mübadilə aparır. Gəldik 20-ci suala. Deyir, kompüter xarakteristikasına aid deyil. İstehsalat olunan kampaniya. Bunun nə dəxli var ki, kompüterin xarakteristikasının? Hesablama dəqiqliyi, iş etibarlılığı, kompüterin tutduğu sahə. Kompüterin tutduğu sahə. Mənim kompüterim 1 terabayt da ola bilər, 256 gigabayt da ola bilər. Bunun heç bir dəxlisi yoxdur kompüterin məhsuldarlığına, xarakteristikalarına. 1 səhvdir, 4 səhvdir. Qiyməti, qiymətin nə dəxlisi var? Bir dəqiqə gözləyin, bir dəqiqə. Burada kompüterin xarakteristikalarına aid olmayanı deyil. Xarakteristikaya aid deyil. Çi hesablama dəqiq iş etibarlıdır. Kompüterin xarici qurumların sayı məhsuldarlığı, keyfiyyəti. Demək 4, 7, 8-i çıxaq, 7, 8-i çıxaq. 1, 2, 1, 5.
Bu suala bir dənə baxaq. Kompüterin xarakteristikalarına aid deyil. İstehsal edilen hesaplama iş etibarlıdır. Kompüterin tutduğu sahə 1.400-dür. Harda mən niyə səhv burada deyirəm? Qiyməti, təsvirin keyfiyyəti. Burada əslində bax 1.4 konkret səhvdir. 1.4. Xarici qurğuların sayı 1.4.6. 8 təsvirin keyfiyyəti. Ya təsvirin keyfiyyəti qiymətini də əslində şey kimi götürmək olar. Xarakteristikasına aid deyil. Amma variantda yoxdur deyə biz avtomatik 1.4.6.8 götürməliyik. D variantı. Başa düşdünüz? Bax hesablama əslində oxuyanda tutmaq olur. Hesablama dəqiqliyi iş etibarlığı bu düzdür də. Yəni 2 ilə 3-ü çıxaran variantlardan. 2 ilə 3-ü çıxanda elə D variantı qalır. Gəlirəm bura. Bizə deyir ki, burada C14 kanalının nəticəsini tapın. Sonra baxıram ki, burada nədir? Count A, A12-dən B15-ə qədər. A12 burada başlayır, B15 burada qurtarır. Bizə neyniyəcək? Count A nəyi sayır? Hər şeyi. Baxıram ki, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə dama doldu. Buranın cavabı neçə olacaq? 8. Buranın cavabına baxıram. Maksimum A12-dən A15. A12-dən A15-ə qədər maksimum rəqəm istəyir. Burada 9 tekst tiplidir deyə bunu götürməyəcək. Cavab olacaq 6. 15 buradadır. 8 buradadır. 6 da buradadır. Ümumi olaraq cavab neçə? Sum C12-dən C13-ə qədər. C13-dən C13-ə bu ikisinin cəmini istəyir. Neçə olacaq? 14 olacaq. Uşaqlar, bax qoşa nöqtə qoyanda diapazon nəzərdə tutulur. Misal üçün, burada versəydi count A, A12-dən B15-ə qədər arasında qoşa nöqtə veribsə, bunun hamısını götürürəm. Yox, əgər bunun arasında nöqtəli vergül qoyubsa, A12 ilə B15-i götürəcəkdim. Cavab 2 olacaqdı. Yəqin ki, fikrimi aydın eləyə bildim. Yəni, bunun arasında qoşa nöqtə yox, nöqtəli vergül olsaydı, cavab 2 idi. Amma qoşa nöqtə var deyə, qoşa nöqtə diapazon gedir tam. Onu 8-dir cavab. Count A hər şeyi sayır, boşluqları saymır, yadınızda qalsın. Count A dolu xanaları sayır. Maksimum ən böyük A12 ilə A15 arasında ən böyük 9 əslində idi. Sadəcə 9 qoşa dırnaqlar deyə səhv götürür. Yəni bu olmaz. A12 ilə A15 arasında cavab burada 6 olur. 8 ilə də 6 toplayanda 14 olur. Bu da belə. Baza proqram təminatına aid olmayanları seçin, olmayanlar. Buna diqqət edin, olanlar, olmayanlar söhbəti var. Uşaqlar, baxın, biz bilirik ki, baza proqramlar sistem proqramı təminatına aiddir. Sistem proqramları iki yerə bölünür. Servis, bir də baza proqram təminatı. Proqramlaşdırma vasitələri təbii ki, deyil. Bir səhvdir konkret. Əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri, bax, burada antiviruslar servis proqramlarına aiddir. Misal üçün, ümumi olaraq sistem proqramına deyil, instrumental proqramlara aiddir, proqramlaşdırma vasitələri. Bir səhvdir. Əməliyyat sistemləri bazadır. Antiviruslar servis proqramlarıdır. Örtük proqramları servis proqramlarıdır. Proqramlaşdırma dilləri bu tamamilə instrumental proqramlarına aiddir. Şəbəkə əməliyyat sistemləri də nəyə aiddir? Baza proqramlarına aiddir. Bizə bazanı soruşmur. Bizə nəyi soruşur? Baza olmayanları. 1, 3, yox. Proqramlaşdırma vasitələri 1, antiviruslar 2, proqramlaşdırma, örtük proqramları uşaqlar. Baxın, örtük proqramlar da baza proqramlarına aiddir. Burada indi mən şey dedim, baza proqramlarına aid olan örtük proqramlardır. Əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri, bir də örtüklər. Örtüklər nədir? Örtüklər əməliyyat sisteminin əmr və əməliyyatlarını rahatlaşdırmaq üçün istifadə olunan bir vasitədir. Gəldik sonra bura. Lokal şəbəkə lokal şəbəkə texnologiyalarını seçin. Bu artıq nəzəriyyədir. Məsəl üçün, OSI modeldir. Bu başqa şeydir. FDDI, 100 VLAN. Burada misal üçün biz başqa götürə bilərik. Ethernet. Misal üçün burada topologiyalar var da, şin, halqa, ulduz topologiyaları. Misal üçün Ethernet hansı topologiyadadır? Şin topologiyasındadır da. Misal FDDI 100 VLAN, token rig. Bunlar hamısı onlara aid olan. Şində misal üçün Ethernet idi. Digərində FDDI ilə 100 VLAN idi. Sonra token rig idi. Bunlar hamısı da məsəl üçün qlobal şəbəkə texnologiyalarına aiddir. 2-dir, 4-dür, 5-dir, 8-dir. İndi testlərdə işlədikcə görəcəyik. Deyir, cəminin ikilik say sisteminə çevrilməsindən alınan ədədi birlərin sayını müəyyən edin. Uşaqlar, biz tutaq ki, bunları ikilik say sisteminə çevirsəm nətər olacaq? Bax, belə olacaq da. 1 nə deməkdir? Tutaq ki, biz yazıram 1. 2 nə deməkdir? 1, 0. 4 nə deməkdir? Misal üçün 4, 2 üstü 2 deməkdir deyə bizdə olacaq 1, 0, 0. Olacaq 1, 0, 0. Sonra 8 nə deməkdir? Mesela 2 üstü 3, 1, təzən 0, 0, 0, 0. Bax, belə-belə gedə-gedə gedəcək. Düzdür? Burada deyir, neçə dənə deyir 1 alınacaq.
24-ə çatanda 24 nədir? 1 dalında neçə dənə sıfırdır? Bax belə sıfırlar gedəcək. Bax belə sıfırlar gedəcək. Bir dalında 10 dənə sıfır. 10 dənə bir dənə burdadır, bir də burada alınıb. Ümumi olacaq say neçə dənə? Bax məsəl üçün 1 burdadır. 1024 bir dalında 10 dənə sıfırdır. Yəni 11 dənə rəqəmdən ibarətdir. Yəni 2 üstü 10-dur. Baxın 1024 2 üstü 10-dur. 1-dir. Dalında 10 dənə də sıfır var. 10 dənə də sıfır gedir. Misal üçün burada 1 ilə də toplanan kimi avtomatik bax bunlar belə sətr bə sətr toplanan gedəcək. Demək 11 dənə 1 alınacaq. 11 dənə 1 alınacaq. Başa düşdünüz uşaqlar? Mən bayaqdan danışıram. Nəsə çatmayan bir şeylər varsa deyin. Kimsə sualı var? Neçə bir dənə belə sual verim. Görüm qulaq assız yoxsa yox. Windowsda mübadilə buferinə nə qədər element yerləşdirmək olar maksimum? 24'ten. 25, 25. Office proqramlarda neçə idi? 25 dənə idi. 24. Ha, Office proqramı 24 idi düzdür. O Windowsda 25-dir, Office proqramlarında 24. Siz mənə deyə bilərsiniz, Mac ünvanı neçədən ibarət olmalıdır? 6. 6, Və neçəli say sistemin ədədlər olmalıdır? 8 bit. 16'lıq. 16. 16. Bəli, bəli. 48 bit. 48 bitdir. Bəs IP ünvanı neçədən olmalıdır? 4, 4 tane. Neçəyə qədər ədəd? 255. Aha, 255-ə qədər 4 dənə ədəd. Vəsə. Bəs MS-DOS-da nədir? Əmrli əməliyyat sistemidir. Bəs onda failin adında nə qədər simvol ola bilər MS-DOS-da? 255. 8. MS-DOS-dan söhbət gedir. 8, Windows-da 255-dir. bəli. Və fail uzantısı da nə qədər ola bilər MS-DOS-da? 3, 3, bəli. Əla, tamam. İnşallah gəldik bura. Uyğunluğu müəyyən edin. Bu protokol dərsidir. Misal üçün baxaq görək FTP faylların ötürülməsi üçün istifadə olunan FTP-dir. HTTP hipermətn protokoludur. Misal üçün baxıram SMTP ikinciyə nə gələcək? Elektron postun göndərilməsi. IMAP var, SMTP var. Belə də verir əvvəlkilərdə. TCP/IP baza protokoludur. Baza protokolu verib biz də buradan soruşur, yox. POP3 elektron məktubun qəbul edilməsi, alınması, IMAP, SMTP elektron məktubun postun göndərilməsi. Misal üçün elektron post proqramlar deyəndə Outlook proqramı nəzərdə tutulur. Bir də Eduerda bax belə bir proqram adı var. Mən sizə onun adını sizə üçün yazım. Bax, elektron post proqramları soruşsa ki, hansılardır? Baxın, biri var Outlook, bir də var nə dedim? Elektron post proqramı. Eudera. Bax belə bir tipli proqram var. Adını səhv yazmadımsa. Bax ha düz yazdım yəqin ki. Eudora. Bax belə bir tipli proqram var. Bu elektron post proqramlarına aiddir. Yəni elektron məktubun göndərilməsi. Biri var POP3 protokolu var, bir də IMAP var. IMAP ilə SMTP eyni şeydir. Elektron məktubun göndərilməsi. Amma qəbul edən POP3-dür. POP3 elektron məktubu qəbul edir. TCP/IP-də baza protokoludur. Dərslər protokol dərslərində FTP file transfer protokolu, yəni faylların transfer edilməsi. HTTP hipermətn protokolu. SMTP IMAP